Bizim üçün tətil bitdi, işə yenidən başladıq, həm də super endirimlərlə. Bayramdan əvvəl yaratdığımız endirim kampaniyalarından biraz fərqli olaraq, məsələn, yastıqların pulsuz yuyulmasını aradan qaldırdıq. O kampaniyalarda bizi müştərilər çox incitdi. Həm sui-istifadə edənlər oldu, həm kampaniyanı yanlış başa düşənlər oldu. Yəni 200 minlik evdə oturub 5 manat özünə qənimət bilib haqqımızdan keçənlər də oldu. Bunları nəzərə almayacağıq. Nəyə görə? Çünki əhalinin bəzi təbəqəsi var ki, endirimə həqiqətən ehtiyacı var. Gündəlik məvaciblə işləyən, aylıq maaşla, aşağı maddiyyatla keçinən insanları nəzərə alırıq. Bu paylaşım sizin üçündür. Endirimdə nələr var? Belə deyim, ümumiyyətlə yuya biləcəyimiz hər şeyi, taxt döşəyi, yorğanı, təknəfərlik döşək, təknəfərlik yorğan, adyallar, taxt və tək, yastıqlar hamısı endirimdədir. Zəng eləyin, endirimi miqdarı haqqında məlumat alın, konum atın, sizi qeydə alaq. Vacib məqam budur ki, endirim 10 gün davam edəcək. Üzv astarların dəyişilməsi və bir taxt döşəyi vermək istəyən müştərilər endirimlə qeydə alınmayacaq. İşin dəyəri ən az 35 manatdan yuxarı olmalıdır. Bu həqiqətən bir fürsətdir, yararlanmağınızı tövsiyə edirik.